Salam, hər vaxtınız xeyir, hörmətli tamaşaçılar. Biz yenə Güney-Quzey birləşməsi üçün müzakirələrimizi davam elətdiririk. Bugün bizim studiyanın qonağı illərini bütöv Azərbaycanla bağlı mücadiləyə sərf eləmiş, mənim də çox hörmət elədiyim Bütöv Azərbaycan Ocaqlarının başqan yardımcısı, fəlsəfə doktoru, doçent Faiq Ələkbərlidir. Faiq bəy, xoş gəlmisiniz. Xoş gördük Aynur xanım. Bugün İranın vəziyyəti biraz daha bizi Güneyin müstəqil olması ilə bağlı ümidləndirib. Bizim biraz da gözləntilərimiz çoxalıb. Təbii ki, vəziyyət gərgindir. Təbii ki, biz İranın tamamının da demokratikləşməsini istəyərik. Azərbaycanın sərhədində bir demokratik ölkə olsun istəyərik. Amma bizim öncəliyimiz Güney Azərbaycandır. Çünki Güneydə bizim soydaşlarımız var, canımız var. İllərdir, 10 illərdir. Hətta 100 il, 200 ilə yaxındır, yəni ümumi tamamını düşünsək, deyə bilərik ki, əziyyət çəkən orada insanımız var. Bugünkü vəziyyəti necə dəyərləndirirsiniz Faiq bəy? Çox sağ olun Aynur xanım. Əlbəttə Azərbaycanın quzeyi, güneyi, yaxud da doğusu, batısı sadəcə istiqamətlərə görə ola bilər. Bizim üçün Azərbaycan elə Azərbaycandır. Azərbaycanımızın bir parçasında müstəqilliyimiz var, şükürlər olsun. Ancaq bu Azərbaycanımızın böyük, yəni bizim tarixi bildiyimiz Azərbaycanımızın bir hissəsidir. Və xalqımızın da bir hissəsi azaddır. Xalqımızın böyük bir hissəsi 100 ilə yaxındır, ən azı 100 ilə yaxındır, böyük bir məşəqqət çəkir, dilində, mədəniyyətində, hətta həyat tərzində məşəqqət çəkir. Əlbəttə, biz ittiham etmirik ki, bu məsələdə ancaq farslar günahkardır, ancaq bu məsələdə fars xalqı əsas səbəbkardır. Müəyyən dərəcədə bəli, farsların bu 100 il ərzindəki dövlət dili fars dilidir və əsas aparıcı mədəniyyət kimi İran və fars mədəniyyətidir. 100 il isə əzilən, ən çox əzilən, əlbəttə biz Bəluşları da bilirik, ərəbləri də bilirik, Kürdləri də bilirik ki, bu və ya digər anlamda əzilir. Hətta farsların özü də, sadə fars xalqının özü də əziyyət çəkir. Mən bunu necə əslində dəyərləndirirəm 100 ilə baxanda? Mənim düşüncəmə görə bu 100 il ərzində türklərin, Azərbaycan türklərinin kölgədə qalması bütün xalqlar üçün problem oldu. Təkcə türklər üçün yox, fars, ərəb, kürd, bəluc, lor və başqaları üçün. Mən yenə də düşünürəm ki, bugün üçün məhz türklər, Azərbaycan türkləri ayağa qalxmasalar, bütün anlamlarda, İran adlanan ölkənin ədalətli bir dövlətə çevrilməsi yaxın perspektivdə görsənmir. Bunu mənə elə gəlir ki, təkcə bizdə yox, hətta bunu Amerika Birləşmiş Ştatlarında da, Fransasında da, Almaniyasında da və Böyük Britaniyasında da bunu artıq anlamağa və çoxdan idrak etməyə başlayıb. Halbuki 100 il bundan öncə başqa təbliğat gedirdi. 100 il bundan öncə deyirlər ki, İran adlanan ölkənin mən Qacarlar dövlətinin son dönəmini nəzərdə tuturam. Güya bu Qacarlar dövlətində baş verən gerilik, cəhalətin günahı ancaq türklərdədir. Türklər hakimiyyətdən geçsin, yəni Əhməd Şah Qacar hakimiyyətdən geçsin, Rıza Pəhləvi gəlsə, güllük gülistanlıq olacaqdır, gəldi. Ancaq məlum oldu ki, Rıza Pəhləvi müəyyən mənada nəsə bir şeylər dəyişdi, ancaq böyük ölçüdə dəyişə bilmədi. Hətta onun oğlu Məhəmməd Rıza Pəhləvi 1970-ci illərin ortalarında özünü Sasanilərin paşahı belə etməyə qalxdı. Bu da onu göstərdi ki, ədalətli olmaq, insanlara dinindən, irqindən, cinsindən, ümumiyyətlə, yəni heç bir şeydən asılı olmayaraq bərabər bir şəkildə insani hissləri taşımaq daha çox elə türklərin dönəmindəydi. O bəyənmədikləri o Qacarların dönəmindədir. Mən də Qacarları tənqid edirəm və mən demirəm ki, Qacarlar dövlətində problemlər yox idi. Ancaq ötən bu 100 ilə baxdıqda 1925 və 2025-ci il nəzərdə tuturam. Ancaq biz görürük ki, bu 100 il ərzində İran adlanan ölkə bütün anlamlarda geri getdi. İndi çıxış yolu nədə görür? ABŞ deyir ki, mən sizə çıxış yolu tapacam. Almaniya müəyyən mənada oradan gəlir. Fransa buradan gəlir. Mən düşünürəm ki, çıxış yolu İran adlanan ölkənin özündə və onun xalqlarındadır. Xüsusilə
artıq Molla rejimi yavaş-yavaş dərk edir, ancaq bu azdır. Məncə daha cəsarətli olmaq lazımdır ki, bu hakimiyyəti, rejimi dəyişmək və yeni rejimdə bütün xalqların hüquqlarının öz təsbitini tapması və şübhəsiz ki, yeni bir rejimdə nə olursa olsun Türk dili dövlət dili elan olunmalıdır. Mən Fars dilinin dövlət dili kimi ləğvini demirəm, ancaq Türk dili dövlət dili olmalıdır və muxtariyyətlərdə isə mən hesab edirəm ki, məsəl üçün Bəluş dili, Ərəb dili də olmalıdır. Yəni onlar çünki Farslar və Türklərə nisbətdə biraz yəni sayca azlıq təşkil etdiyinə görə deyirəm. Çıxış yolu kimin əlindədir? Çıxış yolu Türklərin necə deyərlər, o Türklər milliyyətçidir, şovinistdir, yox, Türklər ədalətlidir. Türklər insanlığın özüdür. Yəni bu fəlsəfəni biz ortaya qoysaq, necə ki mən sizə deyim ki, Aynur xanım, zaman-zaman Pəhləvilər dönəmində Türk kökənli, Türk şuurlu baş nazirlər olanda İran adlanan ölkə buna yaxınlaşmışdır. Məsələn, Müsəddiqin dönəmində, məsələn, 2-ci Dünya müharibəsindən sonra bilirsiniz, 1950-ci illərin əvvəllərində də Müsəddiqin dönəmində buna yaxınlaşmışdır. Ancaq bəzi qüvvələr oyun oynadılar, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları və nəticədə o azacıq ümidlər var idi, yəni o da piç oldu, getdi. Faik Bey, siz yeni rejimde dediniz. Yeni rejimde dediğiniz zaman onda siz bu proseslerin sonucunda Güney'in istiklalına inanmırsınız, böyle başa düştüm. Yani bu rejimin içinde bir değişiklik görürsünüz. Biz bilirsiniz bir fikrimi deyim, yani biz tabii ki hisslərimiz başqadır, tabii ki arzuladığımız başqadır. Biz de bir təhlil, bir elm adamı olarak biz təhlil yeteneğimiz var da, olan hadisələri də təhlil edirik. Yəni elmi yanaşma da ola bilər bu. Yəni mən başqa anlamda demədim. Yəni düzgün anlayın ona göre. Buyurun. Burada sözünü açıq, mən yeni rejim dedikdə bu o demək deyil ki, biz yəni milli istiqlalın əleyhinəyik. Əsla və əsla. Sadəcə bilirsiniz, biz məsələlərə gerçəkçi baxmalıyıq. Yeni rejim də ola bilər, rejim dəyişikliyi də ola bilər və İranın parçalanması da baş verə bilər, İran adlanan ölkəsinin. Yəni biz hər şeyə hazır olmalıyıq. Biz bütöv Azərbaycan ocaqları olaraq, əslində biz bütöv Azərbaycan ocaqları olaraq bir mənalı şəkildə milli istiqlal tərəfindəyik. Yəni mən özüm də əslində milli istiqlal tərəfindəyim. Gecə-tezə bu baş verəcəkdir. Ancaq milli istiqlal baş verənə qədər, əgər İran adlanan ölkədə bir federallaşma olarsa, yaxud da ona uyğun nəsə yeni bir mahiyyət olarsa, o zaman biz bundan maksimum faydalanmalıyıq. Bilirsiniz, məsələn, biz Azərbaycan Respublikası olaraq keçmiş SSR adlanan birlikdə bir respublika kimi idi. Ancaq bildiyiniz kimi respublika olsaq da faktiki olaraq heç bir müstəqilliyimiz yox idi. Ancaq hər halda bu formal respublikanın olması bizim müstəqilliyimizin bərpasında mühüm rol oynadı. Yəni formal olsa da mühüm rol. Mən demək istəyirəm odur ki, yaxın perspektivdə İran adlanan ölkənin bir mənalı şəkildə dağılması gözlənilirmi? Hələlik bu ehtimal %30%'dir. Daha çox gözlənilən odur ki, rejimin yeni bir rejim dəyişikliyidir. Biz bütöv Azərbaycan ocaqları olaraq yəni hər bir şeyi hesablayırıq. Mən özüm də deyirəm. Yəni bilirsiniz, mən də çox şeylər arzu edirəm. Və bəzən deyəndə ki, biz İranın tamamına sahib çıxaq. Bu sözdə yaxşı səslənir. Mən həmişə bunu demişəm. Birincisi, rejim dəyişikliyi o gözləntiləri var və bu rejim dəyişikliyində biz maksimum faydalanmalıyıq. Əgər bu rejim dəyişikliyi baş verməzsə, o zaman biz milli istiqlala hazır olmalıyıq. Şübhəsiz ki, milli istiqlala hazır olmalıyıq. Ya da yeni rejim dəyişikliyindən müəyyən bir müddətdən sonra milli istiqlala hazır olmalıyıq. Yəni bütün hallarda bizim son hədəfimiz milli istiqlal. Ancaq mən bir şeyə aydınlıq gətirirəm. Bəzən milli istiqlal dedikdə də bizi birdən yanlış anlayarlar ki, biz İran adlanan dövlətdə yeni bir dövlət qururuq. Xeyr, biz sadəcə orada
100 il bundan öncə itirilmiş dövlətçiliyimizi bərpa edəcəyik. Ancaq harda bərpa edəcəyik? İlk növbədə Təbrizdə, Urmiyada, Həmədanda, Qəzvində, hətta Tehranı belə biz yeni bir dövlətçilik məsələsində Tehranın, çünki yarısı Azərbaycan türkləridir, türklər ümumiyyətlə. Yəni demək istədiyimiz odur ki, biz mərhələ-mərhələ bu məsələyə yanaşmalıyıq və mən ümid edirəm ki, ilk növbədə Azərbaycanın tamamına sahib çıxmalıyıq. Azərbaycanın tamamına sahib çıxmalıyıq ki, növbəti mərhələdə İranı, Xorasan, Qaşqa yeri və digər məsələlərə də sonraki dövrdə baxmaq olar. Yəni məsələyə məncə biraz daha təmkinli yanaşmalıyıq. Çünki hər an nə olacağı bəlli deyil. Yəni rejim dəyişikliyinə ehtimalı daha çoxdur sözün açığı. Əslində Amerika Birləşmiş Ştatları daha çox rejim dəyişikliyinə doğru addımlar atır. Ancaq İsrail məncə İsrailin bəzi dairələri ABŞ-a da müəyyən mənada ABŞ rəhbərliyini də sövq edir ki, daha çox İranın parçalanması məsələsi gerçəkləşsin. Bu məsələdə hələlik yəni dəqiq bir fikir yoxdur. Biz hər şeyi hazır olmalıyıq. Ben sizden bir şey de soruşmaq istəyirəm. Deməli, siz de bayaq dediniz ki, İranın içindəki dəyişiklikləri Güney Azərbaycan türklərini nəzərə almadan mümkün deyil. Yəni onların fikri də mütləq nəzərə almalıdır. Mənə elə gəlir ki, müşahidələrimə görə Amerikanın məhz Pəhləviləri sizin dediyiniz kimi, İsrail baskı yapır, düzdür, amma Pəhləviləri yetərincə bu dəqiqə dəstəkləməməsinin ən böyük səbəbi də budur. Güney Azərbaycan türklərinin Pəhləvilərə qarşı münasibəti bəllidir və son xüsusən Torontoda olan bu mitinqlərdə, Pəhləvi dəstəkçilərin mitinqindəki onlar Güney Azərbaycanlılara orada fiziki və sözlü təzyiq göstərdilər. Pəhləviçilərin də bizə hələ də münasibətinin eyni amansız olduğunu gördü biraz da Qərb. Və buna görə də biraz da durdurdu o dəstək məsələsini. Yəni bu dəqiqə qərar verə bilmir əslində İranla bağlı hansı dəyişikliyi dəstəkləməlidir. Ona görə biraz da məncə ləngiyir bu proses. Siz nə düşünürsünüz? Bu qədər ildən sonra Pəhləvilərin Avropada, Amerikada və Kanadadakı göstərilərdə Pəhləviçilərin Azərbaycan türklərinə qarşı bu qədər amansız münasibəti. Yəni nədir? Demokratiya içində yaşayan Pəhləviçilər belə bizdən nifrət eləyirlər. Nədir bunun altyapısının səbəbi? Birincisi, Pəhləvilərdən demokrat olmaz Aynur xanım. Pəhləvilərin demokratiyasını biz 1925-dən 1979-cu ilə qədər gördük onların demokratiyası. Onların demokratiyası, mən Fars xalqına aid bir söz demək istəməzdim, ancaq Fars və İran kimliyi adı altındakı demokratiya yəni heç bir halda özünü doğrultmadı. Hətta mən deyərdim ki, Türkün xaqanlıq məsələsi, monarxik demokratiyası bunların hətta müəyyən mənadakı bu xalq demokratiyasından milyon dəfə demokratikdir. Çünki biz demokratiya deyilən bir anlayış xalqın təbiətində olmalıdır, xalqın ruhunda olmalıdır, xalqın mənəviyyatında olmalıdır ki, biz bilirik ki, Türk xalqlarının mənəviyyatında indi biz demokratiya deyirik. Ancaq söhbət ədalətdən gedir, söhbət insaniyyətdən gedir. Cinsinə, irqinə görə heç bir ayrı seçkilik etməməkdən gedir. Biz tarixi Türk dövlətlərinə baxdıqda görürük ki, bizdə aşağı-yuxarı çox nadir hallarda hansısa bir problemlər ola bilər. İndi nə demək istəyir? Bu Pəhləvilər əgər hakimiyyətə gəlmək istəyirlərsə, gələ bilərlər. Ancaq onlar ancaq Farsistanda gələ bilərlər. Onların ancaq farsların yaşadığı bir sözlə, onlar geçsinlər, müəyyən anlamda deyirəm, geçsinlər o Midya dönəmindəki gəlib Parsuyaya sığınmışdılar, milatdan öncə 9-8-ci əsrlərdə və orada ilk çarlıqlarını da orada yaratmışlar Parsuyada. Parsuya bilirsiniz ki, bu İsfahan ve Şiraz'ın biraz orada, düz orada Türkler de yaşıyor. Aslında İsfahan bir de Türk paytaxtı da olmuşlar. Ancaq yani o təxminən mən deyirəm, Xorasanın aşağı hissəsi, bir de Şiraz ve İsfahanın müəyyən bir qismində, müəyyən bir qismində, yəni bizim bildiğimiz Fars əyaləti. Bilirsiniz ki, Qacarlarda 4 əyalət var idi. Fars əyaləti idi bilirsiniz, Azərbaycan, Kirman və Xorasan əyaləti idi. Ondan geçsin Pəhləvilər, yəni İsrail bunu istəyir, kim istəyir istəsin. Pəhləvilərin hakimiyyəti ancaq Fars əyalətində ola bilər. Artıq Xorasanda
Qaşqayda, Azərbaycanda, yəni digər Türkmen Səhrada artıq Pəhləvi rejimi qurula bilməz. Amma mən sizə deyim, istisna deyil ki, Fars əyalətində onların bəli, monarxiyasını geçsinlər, bərpa etsinlər. Bir sözlə, o zaman biz də təbii ki, Azərbaycan xalq qrupu biz də öz milli istiqlalımızı, necə deyərlər, öz Xorasanımızda, Qaşqayda və Azərbaycanımızda və digər bölgələrdə edəcəyik. İndi Pəhləvləri bizə qarşı qoymaq, yəni müəyyən mənada Pəhləvlər, mən yenə də deyirəm, əgər hansısa sülalənin bərpasından gedirsə, o zaman Qacarlar sülaləsi, Səfəvlər sülaləsi, Əfşarlar sülaləsi də öz yerinə qalır. Yox, söhbət sülalələrdən kənarda yeni bir, deyək ki, artıq ya bir rejimə keçməkdən, ya da dediyimiz kimi müstəqil dövlət ifadə etməkdən gedirsə, hər kəsin yeri bəlli olacaqdır. Bizim iki seçimimiz var. Əslində biz seçimimizi etmişik. 100 illik Fars, Pəhləvi və Fars Molla rejimi bizə seçimi nədən yan etmişdi mənim düşüncəmə görə? Bəzi tərəddüdlərə baxmayaraq artıq Azərbaycanlılar, Azərbaycan türkləri, Güney Azərbaycan türkləri, Türkmen Səyramız müstəqil öz dövlətini bərpa etməlidir, yenidən bərpa etməlidir. Bizdə çox az şans bıraxıblar. Çox az şans bıraxıblar və son hadisələr də göstərir ki, biz doğru yoldayıq. Biz yeni bir rejimdə artıq, Aynur xanım, mən bunu bir mənalı şəkildə, biz yeni rejimdə konkret əməllə ortaya çıxmalıyıq. Artıq hansısa, necə deyərlər, vədlərlə yox. Necə ki, bizim vədləri 79-da gördük, 25-də gördük. Artıq nə 1925-ci ilin Pəhləvlərinin vədlərinə inanırıq, nə də 1979-cu ilin Xomeyninin vədlərinə inanırıq. İndi vədlər bizim vədlərdir. Bu dəfə şərtləri biz realizə edəcəyik. Əgər bu şərtlər altında Farslar bizlə yaşamaq istəyirsə, yaşayacaqlar. Yaşamaq istəmirlərsə, o zaman biz öz müstəqil dövlətimizi Təbrizimizdə, Tehranımızda, Həmədanda, Qəzvində bərpa edəcəyik. Hətta Xorasanımızda, hətta Türkmen Səhramızda inşallah bu yeni dövlətin tərkib hissəsi olacaqdır. Qaşqaylarımız da o cümlədən. Çox mükəmməl bir cavab oldu. Mən çox məmnun oldum sizin bu cavabınızdan. Təşəkkür edirəm. Bu məsələ ilə də bağlı fikrinizi öyrənmək istəyirəm. Bu məsələdə məni narahat edən nüanslardan biri budur. Mən indi Avropada yaşayan, Amerikada, Kanadada yaşayan farslarla, yəni həqiqətən də pəhləvici olmayan, İranın demokratikləşməsini istəyən farslarla da iletişim oldu. Fərqli konferanslarda birlikdə iştirak eləmiş olduq. Çox qəribə bir şeydir. Yəni onların bilirsiniz yaşılları var. Yəni bir çox partiyaları var xaricdə. Məni narahat edən məsələ nədir Faiq bəy, sizə deyim. Onların ən demokratik dəyişimi istəyəni belə Güney Azərbaycanın müstəqil olmağını heç cür qəbul edə bilmir. Yəni bir ölkənin içində yaşayıb və ya bir ölkənin xaricində yaşayıb, o ölkəni təmsil edib, o ölkədəki bütün antidemokratik rejimi reallığı ilə görən şəxslər belə Güney Azərbaycanın müstəqilliyini heç cür qəbul eləyə bilmir. Bunun səbəbi nədir sizcə? Bilirsiniz, əgər bu cür düşüncədə varsa ki və çox təəssüflər olsun ki, dediyimiz kimi hətta özünü demokrat adlandıranlar, liberal demokrat adlandıran farslar belə hesab edirlər ki, heç bir halda Güney Azərbaycan, Azərbaycan ümumiyyətlə müstəqil ola bilməz. O zaman bir şey də idrak etməlidirlər ki, bu dövləti biz qurmuşuq o zaman. Bu dövləti, bunların şuuruna belə yeridiblər ki, biz Əhəmənilərin davamçısıyıq, Sasanilərin davamçısıyıq. Yaxşı, siz Əhəmənilərin, Sasanilərin davamçısınızsa, müəyyən anlamda, biz də deyirik ki, Midyanın davamçısıyıq, Parfiyanın davamçısıyıq, biz də deyirik ki, Səlcuqların, Əfşarların, Bayandurluların və deyək ki, Qacarların. Necə ola bilir ki, siz hesab edirsiniz ki, biz sizin tərkib hissənizdik və bu dövlətə də 1936-cı ildə qondarma bir ad vermişsiniz, mənim düşüncəmə görə. İran adı vermişsiniz. Əgər tarixə baxsaq, tarixdə İrandan öncə adlar vardır. Midya vardır, məsələn, Elan vardır, Kutilər vardır, Trukkilər vardır. Onda biz də deyirik ki, miladdan öncə, 5000 il bundan öncə bizim burada Manna dövlətimiz olub, Trukki dövlətimiz olub, ya da ki, Kutilərimiz olub. Yəni, demək istədiyimiz odur ki, bu farsların bir qisminin hər halda
bir qismi olduqca fanatikdir. Ancaq digərlərini isə inandırıblar. Bunlar inandırıblar ki, yəni biz min illər boyu İran şahlığının davamçılarıyıq. Bura İran şahlığıdır. Bura İran şahlığı deyil. Əgər bir şahlıqdan söhbət gedirsə, biz də deyirik, bura Turan xaqanlığıdır. Bilirsiniz, Aynur xanım, mən dedim, əslində necə oldu ki, mən bunu biraz yazmışam da bəzi kitablarında, necə oldu ki, xəyali, uydurma bir İran gerçək oldu, ancaq gerçək bir Turan olmadı yəni. Turan deyək ki, bir adlı bir dövlət olmadı. Yəni deyək ki, hətta Türkistanımızda belə bilirsiniz ki, Özbəkistan var, Qazaxıstan var, ancaq bir dövlət yoxdur Turan. Ancaq Firdovsinin İranı isə gerçək oldu. Bunu Firdovsinin Şahnamədə o İran və Turan anlayışınız altında İranı gerçəkləşdirən farslar olmadı. Bunların başını çəkən İngilislər və müəyyən mənada ona sərf edən Ruslar və başqası oldu. Yəni, indi bunlar bizə deyirlər ki, siz bizdən ayrıla bilməzsiniz. Biz də onlara deyirik ki, əslində bu dövləti biz qurmuşuq. Bu dövlətin ən qədimine də gedəndə siz yox idiniz, biz var idi. Əgər hesab edirlər ki, biz onlardan tutaq ki, Azərbaycan deyək ki, onların anlamında ayrıla bilmirsə, o zaman Azərbaycan olmalıdır. Siz niyə Azərbaycanı 10 yerə parçaladınız? Qərbi Azərbaycan dediniz, Şərqi Azərbaycan dediniz, Zəncan deyə parçaladınız, Ərdəbil deyə. Əgər siz Azərbaycanı belə hesab edirsiniz ki, Azərbaycan indi bu qondarma da olsa İran adlanan ölkədə var, bəs bizim varlığımızı niyə inkar edirsiniz? Turanı anladıq, Turanı qəbul etmirsiniz. Turan deyənə milliyyətçi və şovinist kimi baxsın. Bəs onda İran deyən niyə şovinist deyildi? İran adında niyə şovinizm yoxdur? Turan adında şovinizm vardı. Niyə Azərbaycan sizin üçün bir, yəni sözün həqiqi mənasında bir od alov kimi sizin gözünüzün qarşısında canlanır? Demək istədiyiniz odur ki, biz də deyirik, əgər bir parçalanma istəmirsinizsə, o zaman bizim haqqımız çatan nə dilimizə, nə mədəniyyətimizə, nə hakimiyyətdə varlığımıza göz yuma bilməzsiniz. Əgər bir parlament olacaqsa, bu İran adlanan parlament indiki kimi olmayacaqdır. Parlamentdə hər kəs öz haqqını alacaqdır. Hər kəsin öz dili, hər kəsin öz mədəniyyəti, hər kəsin öz varlığı ortaya olacaqdır. Ancaq sözün açığı, mən biraz gerçəkçi düşünsək, 100 il ərzində bu İrançılar özünü doğrultmadılar. Bütün anlamları doğrultmadı. İndi bizim ətəyimizdən yapışıblar. Aynur xanım, indi bizim ətəyimizdən ona görə yapışıblar ki, çünki görürlər ki, artıq ciddi bir təhlükə ilə üz-üzədir. Yəni, bu İran adlanan ölkənin əskərlərinin %70, İran adlanan ölkənin əskərinin ən az %72 Türk əskəridir. Artıq sən onu aşağılayırsan, sən onun vətənini görməzdən gəlirsən. Ona görə də əgər deyirlərsə ki, ad dəyişməli, mən yenə deyirəm, yeni rejim təkcə rejim dəyişikliyi deyildi. İran adı qaldırılmalıdır oradan. İran adı qaldırılmalıdır, dil məsələsi mühüm. Ancaq biz buna inanmadığımız üçün sözün açığı, çünki atalarımız demişkən başına gələn başmaqçı olar. Biz ona görə də milli istiqlal hədəfimizdən vaz keçməyəcəyik. Yenə də deyirəm, biz həmişə insanlıqdan çıxış edirik. Müəyyən mənada biz yenə də şans veririk. Ancaq bu dəfə bizim tək çıxış yolumuz inşallah müstəqilliyimizi orada bərpa etməkdən keçəcəkdir. Çox təşəkkür edirəm. Bir sual da verim sizə. Yəni, həqiqətən də bu proseslərin fonunda, bugün İranda gedən proseslərin fonunda məni narahat edən məsələlərdən biri də bu oldu. Sizcə Türk dünyasından bu proseslərdə Güney Azərbaycanla bağlı dəstək yetərincə oldu mu? Mən elə bununla sualına bağlı iki məsələyə aydınlıq gətirəcəm. Bu dediyiniz məsələyə Türk dünyasına, bir də Azərbaycanlılar özləri hazırdır mı bu birləşməyə, Kuzeyli və Güneyli olaraq? Birincisi Türk dünyası məsələsini deyim qısaca. Türk dünyası əvvəlki Türk dünyası deyildir. Düzdür, bizim gözləntilərimizin hələ də aşağısında qalır bəzi məsələlərdə. Yəni, hər halda bizim gözləntilərimiz daha çoxdur ki, Özbəkistanımızdan, Türkiyəmizdən, Qazaxıstandan, xüsusən də Türkiyədən. Türkiyə əvvəlki Türkiyə olmasa da müəyyən hər halda Türkiyədə əvvəllər daha çox İran adlanan ölkənin ümumiyyətlə parçalanmasını Türkiyəni hamı faciə sayırdı. Ancaq şükürlər olsun ki, son zamanlar bəziləri anlayıblar ki, söhbət İran adlanan ölkəni parçalamaqdan getmir. Söhbət İran adlanan ölkənin ümumiyyətlə mahiyyətini dəyişməkdən və orada Türkün varlığını ifadə etməkdən gedir. Məncə artıq Türkiyədən müsbətə doğru dəyişikliklər var. Mən hesab edirəm ki, Türkiyəmizdə bu anlamda dəyişikliklər var. Özbəkistanımızda da mən oluram, Qazaxıstanda da oluram, orada da müəyyən dəyişikliklər var.
Yəni demək istədiyiniz odur ki, İran adlanan ölkənin dəyişilməsində müəyyən mənada Türk dünyası yenə deyirəm, istədiyimiz bir səviyyədə deyil gerçək olaraq. Ancaq hər halda 30 il bundan qabaqca da deyildi. Yəni müəyyən mənada Türkiyədə müəyyən dairələr artıq bunu dərk edirlər ki, biz orada əgər rejim dəyişikliyi olacaqsa artıq orada Türkün varlığının da ifadəsini istəyirik və özü də burada sözlə yox dediyimiz kimi gerçəkçi bir ifadə istəyirik və onu da ifadə edir ki, bu baş verməyəcəksə orada da müstəqil bir Azərbaycanın, yəni Güney Azərbaycanın və ümumiyyətlə digər Türklərin də orada müstəqilliyinə biz hazır olmalı. Mən hesab edirəm ki, artıq Türkiyənin və Azərbaycanımızın və bəzi Türk dövlətləri arxa planda buna hazırdırlar. Sözdə çox ifadə etməzlər Aynur xanım məncə. Bəzi məsələləri sözlə ifadə etmək heç də doğru deyildir. Bəzən insanlarımız istəyirlər ki, dövlət başçıları çıxıb desinlər ki, biz sabahsı günü Təbrizdəyik. Məncə ancaq real şərtlər altında biz bu anlamda da Təbrizdə olacaq. O ki qaldı, Azərbaycanlılar buna hazırdır, Güneyli, Quzeyli olaraq. Mən hesab edirəm ki, bu məsələdə də müəyyən irəliləyiş var. Hər halda düzdür, bizim aramızda böyük bir ayrılıq salıblar. İki əsrə yaxındır. Bizi bir-birimizdən ayırmaq üçün əllərindən gələni edirlər və bugün edirlər. Çox təəssüf olsun ki, bugün Rus dilli Azərbaycanlılar var, Rus kafalı Azərbaycanlılar var Azərbaycanımızın güneyində. Azərbaycanımızın güneyində də Fars kafalı, İran kafalılar var. Ancaq bunlar artıq bunların da sayı gündən gün azalır. Mən sevinirəm ki, Azərbaycanımızın güneyində də, quzeyində də Azərbaycan ruhu yüksəlir. Azərbaycan ruhu yüksəlir. Türklük ruhu Azərbaycanımızın quzeyində, güneyində günü-gündən artmaqdadır. Hər halda bilirsiniz, orada məsələn Fars dilli məktəblərə getmək məcburidir, bilirsiniz. Yəni İran adlanan ölkədə. Bizdə isə məcburi deyildir. Ancaq Rus dilli məktəblər hələ də vardır. Ancaq məncə bu artıq üstündə də dava var. Elədir, razıyam sizlə. Çox üzüldüyüm bir şeydir bu da mənim də, həqiqətən də. Amma bu assimilyasiya elə bir şeydir ki, həqiqətən də manqurtlaşdırma da deyə bilərik. Yəni, həqiqətən də öz milli kimliyindən uzaqlaşdırmaq üçün, dilindən uzaqlaşdırmaq üçün hələ də eləyirlər və bütün dünyadakı düşmanlarımız siz də təsdiq eləyərsiniz, mənə qatılarsınız bu məsələdə ki, hansı ölkə, böyük güc bir-biri ilə dava eləsə belə, Türkçə düşmanlıq məsələsi ortaya gələndə hamısı bir olurlar. Sizin bayaq adınız çəkdiyiniz kimi İngilislər də, Qərbin tamamı deyə bilərik, Rusiyada, İranda. Çünki Avrasiyanın tamamında, Avrasiyanın qara, yəni quru xəttlərinin, torpağının omurğası Türk dünyasıdır. Avrasiyanı elə parçalayıblar bu Türk dünyasını ki, hamısında biraz Türk torpağı, biraz Türk milləti var. Müstəqil olsa təbii ki, hamısının əlindən alınacaq bunlar. Ona görə də qorxurlar, istəmirlər biz milli bilincimiz oyansın. Bugün Güneyin istərsə içərdə yeni rejim dediyiniz kimi olsun, içərdə rifahına qovuşması üçün, o milli kimliyinin təsdiq olunması, kültürel haqlarının bərpa olunması, ana dilində məktəblər deyək, dərgiləri olsun, universitetləri olsun, kimliklərində türk yazılsın. Yəni, həm yeni rejim olarsa ki, içində Güney Azərbaycan türkünün haqlarının tanındığı və ya özgür olarsa, müstəqil bir devlet olarsa və ya Quzey ilə birləşərsə, heç fərq etməz. Bizim orada insanımızın rahat yaşaması önemlidir. Buna nail olunması üçün Türk dünyası olaraq biz qıraqdan nə etməliyik? Yəni, nə istəməliyik biz Türk dünyasından? Sadəcə biraz burada sözün açığı incə məsələ odur ki, adətən bu müstəqilliyə yaxın ya da dediyimiz kimi çox önemli hallarda bilirsiniz ki, bəzən insanlarımızı faciələr gözləyə bilər, Allah korusun. Necə ki, biz müstəqilimizi bərpa etdikdə Meşəli faciəsi, Qaradağlı, nə bilim, Kərkicaxanda, Nüvədə, hətta ən böyük isə bilirsiniz ki, Xocalda faciələr yaşadı. Yəni, bugün Türk dünyası olaraq bir Türk əskərini formalaşdırmaq lazımdır. Məncə, artıq mən hesab edirəm ki, mən öz düşüncəmə görə, mənim hissiyatım da belə deyir ki, biz bu dəfə İranda bir şeylər baş verərsə, biz imkan vermərik ki, Urmiyada, Makuda, xüsusən də bilirsiniz ki, bəzi bölgələrdə Kürt adı altında ermənilər və başqaları bizim insanlarımıza soykırım etməyə bugün də hazırlar. Mən bunu elə belə deyim, çox ciddi hazırlıqlar gedir ki, əgər İran adlanan ölkə parçalanarsa, bizim insanlarımızı Urmuda,
Xoyda, Makuda yenidən bir qətliamlar törətsinlər. Biz də nə etməliyik? Yəni Azərbaycan əskəri ya da ümumiyyətlə Türk əskəri artıq bu dəfə gözləməməlidir ki, necə ki Xocalıda bir şeylər oldu, Türk əskəri gələ bilmədi, məsələn deyirəm. Ya da başqa məsələn başqa bu kimi faciələr yaşamışıq biz. Yəni demək istəyirəm ki, inşallah Türk dünyası olaraq biz artıq bilirsiniz, söz yaxşıdır, sözlə dəstək yaxşıdır. Ancaq Türk Azərbaycan əskərinin sərhəddə, Biləsuvarda, Culfada, Astarada Azərbaycan əskərinin gücünü artıq sözün həqiqi mənada o daxildən olan o başqa qruplaşmalar, yəni istər sepahçılar olsun, istərsə başqa qruplaşmalar, yəni dediyimiz Kürd-Erməni qruplaşmaları bilsinlər ki, bəli, Türk dünyası bu dəfə Azərbaycan tək olmayacaqdır. Azərbaycan Türk dünyasında, yəni müəyyən məndə bir Türk əskəri kimi bu dəfə Urmiyada olacaqdır yəni. Biz Urmiyada olmalıyıq. Biz Makuda olmalıyıq, Xoyda olmalıyıq ki, bizim soydaşlarımız artıq bunu gerçək anlamda hiss etsinlər ki, bizim varlığımızı. Məncə o addım səsləri yaxınlaşmışdı Aynur xanım. Herhalde mən çox bu məsələyə inanan birisiyəm. İnşallah biz artıq bizə heç bir kəsin bir daha Allah qorusun, vaxtilə bilirsiniz ki, 1917-18-ci illərdə Urmuda, Xoyda, Makuda da faciələr başımıza gətirdi Türk düşmənləri. Necə ki, Bakıda oldu, Lənkəranda oldu, eyni zamanda dediyimiz kimi Xocalıda oldu ötən əsrin sonlarında. Ancaq bu dəfə bilməlidirlər ki, bu dəfə nə Türkiyə həmənki Türkiyə deyil, nə Azərbaycan həmənki Azərbaycan deyil, nə Özbəkistan, nə Qazaxıstan əvvəlki deyil. Bu dəfə inşallah mən buna çox inanıram ki, bu dəfə bizim gerçəkçi olaraq müəyyən olaylar, hadisələr hazır olacaq və bu hadisələrdə biz soydaşlarımızın, könüldaşlarımızın, qəlbdaşlarımızın yanında olacaq. Mən buna inanıram və ümid edirəm ki, biz bu məsələni də insanlarımıza yəni bir ruh da verməliyik və bu yalancı bir ruh olmamalıdır. Yalancı bir söz deyildir. Bu gerçəkçi bir ruh, gerçəkçi bir məna daşımalıdır və mən buna inanıram ki, Türk dünyası olaraq bu dəfə artıq daha ciddi və real şəkildə ortaya çıxacaq. Vaxtilə rəhmətli Turgut Özal dedi, biz yəni vaxtilə Mustafa Kemal Atatürk'ün sözünə nisbətdə ki, biz hazır olmadıq. Yəni, Türkiyə olaraq deyil, hazır olmadıq. Ancaq məncə bugünkü Türkiye'de o Türkiye değildir. Ne de dediğimiz gibi Özbekistan, Kazakistan, ne de Azerbaycan değildir. Ben Azerbaycan Respublikası'nı nəzərdə tuturam. İnşallah bu meselelerde daha hazırlıklıyıq. Her şeyde dediğimiz gibi, her şeyde demeye ihtiyaç yoktur. Real hadiseler baş verəndə inşallah real meseleler de ortaya çıkacaktır diye inanıram. Ümid edək ki, minimum qanla daha az qanlı olacaq bütün bu proseslər, amma bilirsiniz, qan tökülmədən də torpaq alınmır, torpaq bərpa, dövlət bərpa olunmur. Biz buna hazır olmalıyıq. Dediyiniz kimi hər cür dəstəyə, köməyə əlimizdən gəldiyi qədər soydaşlarımızın yanında olmalıyıq. Mən çox təşəkkür edirəm bugün qatıldığınız üçün bizim proqrama. Çox məmnun oldum.